Y universal çoxluqdur deyir. Yenə mən bunu belə götürəcəm. Bunu da belə götürəcəm. Buranı 3 yazacağım. Bu düzbucaqlı şəkildə universal olduğunu göstərir. Arada bu yazı bax, NG nədir? 17-dir. Yəni, A-nın üstündə xəttin ən böyük qiymətini tapın. Yaxşı, indi ən böyük olması düşünərik ki, nə eləyərik də? Onda A plus B plus C-yə nə qaldı? 14. İndi NA-nın üstündə xət. A-nın üstündə ümumiyyətlə xət. A-nın üstündə xətti nədir? B ilə C. Tamam. İndi bu B ilə C-nin ən böyük qiyməti üçün B ilə baba bunun ən böyük olması üçün A-ya nə verməliyim? Ən kiçik. A-dan da xüsusi halda danışmır da. Yəni, açıq B-dən xüsusi halda danışmır. Elə deyil. A-ya 0 verə bilərəm axı. Bura niyə 0 olmasın ki? Xüsusi halda həmişə 0 olmur. Çünki 3 toplananın cəmi sabitdirsə, bu ikisinin ən böyük olması üçün bu nə olmalıdır? Kiçik. Kiçik də 0-dan aşağı düşməyəcəm axı. Deməli, nə inir? 14. 60